O da təxminən İranın bu müharibədən güclənməsi haqqındakı versiya kimi əsassız bir versiyadır. Yəni Rusiyanın Ukraynaya qarşı apardığı bu cinayətkar savaşda cəmsi 2-3 ölkə müdafiə edibdir. Onlardan biri də İran olubdur. Və indi İran özü zərbə altındadır və İran Rusiyaya dəstək vermək əvəzinə Rusiyadan dəstək gözləyir. Bu nə cür Rusiyanın xeyrinə ola bilər, Putin xeyrinə ola bilər. Putin xeyrinə olan bir məqam var ki, bu savaşa görə neftin qiyməti yüksəlibdir və Rusiya nefti də əvvəlkinə nisbətən daha çox gəlir gətirməyə başlayıb Putinə. Bu faktdır, bu var. Amma Rusiyanın iqtisadi vəziyyətdə bərbadlaşmaqda davam eləyir, sanksiyalar da dərinləşməkdə davam eləyir. Özü tükənir əlbəttə. Son günlərdə Rusiyanın hərbi blogerlərinin yazılarına baxın, etiraflarına baxın. Açıq şəkildə yazırlar ki, bizim bu istiqamətdə, Ukrayna istiqamətdə uğur qazanmağımız gerçək görünmür və Ukrayna hərbi inkişafına görə, texnologiyaların gəlişdirilməsinə, müasirləşdirilməsinə görə bizi qabaqlayır və konkret faktlar var idi ki, Rusiya ordusundan ki, hərbi qüvvələri, o hərbiçiləri gətirib ön xəttə çıxartmaq istəyirlər. Deyir ki, biz hərbiçilərimizi ön xəttə gətirmək istəyəndə onların 80-90% ön xəttə gəlib çıxana qədər Ukraynanın dronları tərəfindən məhv edilir. Yəni, budur Rusiyanın uğuru, Rusiyanın gücü və bu mərhələdə də Ukraynanın Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri və digər körfəz ölkələrindən hərbi əməkdaşlığa başlaması, onlara həm dron satması, həm dronlardan istifadə eləməyə, öyrətməyə, təlim keçməyə başlaması, həm birgə fabrikalar qurulması, bu fantastik bir uğurudur Ukraynanın. Savaş gedə-gedə. Belə bir uğur qazanmaq və növbəti müharibədə iştirak edən qüvvələrin Ukraynaya ehtiyac duymağa başlaması bu Ukraynanın ciddi bir uğurudur. Yəni Trump ərəb ölkələrinin boynuna mı qoyur Ukraynanın xərclərini? Başqa belə bir algı da. O təbii şəkildə elə alınır. Trumpın məsələ heç xoşuna gəlmədi. Ukraynanın vəziyyətdən çıxması, yeni istiqamətlərlə əməkdaşlığı gücləndirməsi, Amerikaya daha azad ehtiyac duymağa başlaması. Fikir verdiksə, son vaxtlar Zelenskinin Amerika ilə bağlı açıqlamaları da əvvəlkindən daha cəsarətli şəkildə ortaya qoyulmağa başladı. Üstəlik də sizin qeyd etdiyiniz kimi, Putin Paşinyana təzyiq göstərə bilmir. Nə dedisə Paşinyana, Paşinyan onun hamısının cavabını verdi. Özü kifayət qədər sərt cavablar verdi və elə cavablar verdi ki, başqa şəraitdə bəlkə də Putin o cavabları həzm eləyə bilməzdi. İndi isə susmağa məcbur oldu, heç nə deyə bilmədi. Yedi o cavabları bir növ. Ona görə də mən Rusiyanın bu qarşıdurmadan gücləndiyini düşünmürəm. Sadəcə o hər zaman dediyimiz bir tezi sözünü göstərir ki, Rusiya meyilli qüvvələrlə İran meyilli qüvvələr bir yerdə hərəkət edirlər. Bu savaşla bağlı təbliğat içində də, izahat içində də, cavablarda da, troll fəaliyyətində də açıq-aydın görünür ki, Çin daha ehtiyatlı və daha düşünülmüş şəkildə bu siyasət aparır. Çünki Çin özünü asılı hesab eləmir də heç kimdən və rahat şəkildə gələcəyə baxır. Əksinə Çin bu saatı Amerika ilə İran arasında savaşdan özü üçün nəticə çıxartmağa çalışır ki, sabah Çin Tayvana hücum eləsə, Amerikada söz verdiyi kimi Tayvanı müdafiə eləməyə başlasa, o müharibədə proseslər necə gedə bilər, onu hesablamağa başlayıb Çin. Yəni, bu demək deyil ki, Çin arxayınlaşıb müharibəyə hazırlaşır, amma hər halda Çin araşdırmalara davam edir. Çin tələsik qərarlar verməyə maraq göstərmir. Başkan, Çinin İrana hərbi yardım etməsi açıq şəkildə iddia olunur bəzənlərdə. Mən xəritəni gözümün qabağında